Yerlər və göylər kürsüyə nisbətdə səhraya atılmış. Bəzi bir dirhəm, bir halqa boydadır. Kürsü də ərşə nisbətdə o qədər. Gör, ərş nə boydadır? Ərşi balaca məxluq daşımayacaq ki, 8 dənə məxluq daşıyır. Yox, o məxluq buna boydadır. Yəni 8 dənə məxluq ərşi götürür. Subhanallah. Gör, o məxluqların gücünə baxsan. Gör, onlara verən Allah Azza və Cəllənin gücünə bax. Subhanallah. Allahu Akbar. Ona görə nə deyir? Demək, adlarını bilmədiyimizə ümumi iman gətiririk. Üçüncü, əl-iman bimə alimnə min sifətihim. Deyir, onların sifətlərindən, vəsflərindən hansı vəsfi bilsək, ona nə edirik? Vəsfinə iman gətirir. Misal üçün, Cibril əleyhissalamın vəsfi kimi. Fəqat əxbaran Nəbi sallallahu aleyhi ve selləm, Peyğəmbər sallallahu aleyhi ve selləm artıq xəbər verib ki, ənəhu rəəhu alə sifətihi ləti xuliqa aleyhə. Yəni, Cibril əleyhissalam necədirsə, o şəkildə Allah Rasulü sallallahu aleyhi və səlləm Cibrili görüb, yəni Cəbraili görüb mələyi. Ki, vələhu 600 cənəhin qad səddəl üfuqa. Onun 600 qanadı var idi və bütün üfüqü bağlamışdı, deyir. Və hətta Allah Rasulü sallallahu aleyhi və səlləm bir-iki dəfə görəndə özündən gedir. Yəni, tab gətirə bilmir o. O qədər böyük, əzəmətli olur ki, yəni onun görünüşünə tab gətirə bilmir. Qad yətəhəvvəl mələk bi əmrillahi teala ilə heyətə rəculin. Bəzən deyir, mələklər bir kişi simasına düşə bilir. Kişi cildinə girə bilir. Allahın yəni izni ilə. Allahın izni ilə. Kəmə hasalə li Cibril heynə ərsələhu teala ilə Məryəm. Necə ki, Allah Azze və Cəllə Cibril əleyhissalam Məryəmin yanına göndərmişdi əleyhissələmin. Məryəm əleyhissalam kimdir? İsa əleyhissalam, İsa Peyğəmbərin anası. Kişi surətində gəlmiş, deyil mi?